Bu gün müsəlmanların başqa problemləri yoxdur ki, siz hər il Fatimiyyə günlərində uzun-uzadı əzadarlıqlar keçirirsiniz. Bəli, bu gün müsəlmanların çoxlu problemləri var. Yoxsulluq, işsizlik, təhsil, ədalətsizlik, zülm, müharibələr və s. Lakin xanım Fatimə-i Zəhra salamullahi əleyhanın əzadarlıq mərasimləri bu problemlərdən qaçmaq üçün deyil. Əksinə, onları daha dərindən anlamaq üçündür. Xanım Zəhra salamullahi əleyha öz zamanında zülmün, haqsızlığın və eləcə də müsəlmanların gələcəyini daha da təhlükəyə atan ədalətsizliyin qarşısında dayandı. Onun əzadarlıq məclislərində hələ də vicdanları oyaq olan insanlara xəbərdarlıq edilir. Onlara çatdırılır ki, ədalətsizliyin qarşısında susmayın. Həmin zamanlarda baş verən acılı hadisə məhz bu gün müsəlmanların bu cür problemlərlə üzləşməsinin əsas köklərini təşkil edir.